Yani bu insanların o peşmançılıkların gördüğüm, danıştıkların ümumi bir obraz esasında belə bir şeir formalaşdı beynimdə. Hemen o ahıl 25 yıl, 20 yıl məhbəs həyatı yatmış insanları, yani tet-a-tet oturup söhbət elədim. Onların nə dərd çəkdiyi zəminində, nə məhdudiyyətlər gördüyü zəminində belə bir şeir formalaşdı. İndi Mircavad Cəfərovun gözəl ifasının təsiri altında söyləmək istəyirəm. Ölüm hökmü almışdı tənha qoca bilmədən. Dəmir barmaqlıqlara söykənmişdi dinmədən. Boşa ötən ömrünü yad edirdi günbəgün. Elə həbs olmamış da həyatı sanki sürgün. Barmaqlığa söykənən alnının düyünüydü. Bilir müddəti azdı, sabah qətl günüydü. Bütün sevdikləriyle vidalaşdı xəyalən. Yerdə qalan gününü, sınıq, qırıq ömrünü saxladı bir nəfər üçün. Yatıb şirin yuxuda anasını görmək üçün. Bir sözü vardı ona, yatıb yuxuda görsə deyəcəkdi: ay ana, sən öləndən biləsən, həyatım bir məhbəsdir. Heç bura düşməmiş də, həyatımın mənası ölümümü gözləməkdir. Ümumi götürəndə bütün hamımız ölümümüzü gözləyən məxluqlarıq. Həyat özü yaranışdan ölümə doğru bir addım.